əslində insanın gəlməli olduğu yer, durmalı olduğu yerdir. Hardakı o dayanmalıdır. Bəli. Dərkə keçmək üçün. Bəli. Dərkə keçmədiyimiz üçün biz qaçırıq təzədən. Bəli, özünü dərk, dayanmaq ona görə lazımdır. Çünki biz bir şeyin içində olanda isti, biz onu anlamırıq çox vaxt. Niyə? Çünki emosiyalar bizə mane olur. Hələ bu bir romantik münasibətsə özəlliklə. Niyə? Çünki emosiyalar fərqli işləyir, hormonlar fərqli işləyir. Orada bir çox şeylərdən söhbət gedir artıq. Aləm dəyər. Bəli, aləm dəyər bir-birinə. Emosiyalardan, fiziki durumdan bir çox dəyişikliklər baş verir. Ona görə də dediyim kimi, əgər hər hansı bir fərqi yoxdur, bu olsun romantik münasibət, dostluq münasibəti, hətta iş münasibətlərində belə müəyyən bir əgər mümkünat varsa, fasilə vermək, dərk etmək. Həm məsələni dərk etmək, həm özünü dərk etmək, həm də bunu necə sağlam bir digər bir münasibətə keçirtmək vaxtı gələndə. Vaxtı gələndə. Bəli. Çox aktual gördüyümüz mövzulardan biri də danışıram yenə öz xatirələrim yadıma düşür. Deməli, mənim anam nənəmdən bayağı bir çəkibdi, atamın anasından. Və mən düşünürdüm ki, heç vaxt qaynanalar yaxşı ola bilməz. Bu yaxınlarda bir məclisdə idim. Mən həqiqətən qaynanama tərif elirdim. Hər kəs baxdım ki, mənə belə istehza ilə baxılır. Onlar düşündülər ki, mən lağa qoyuram heç vaxt görmədiyim bir məclisdə. Mən dedim ki, yox. Onlar təəccüb içərisindədir ki, gəlin qaynananı necə tərifləyə bilər. Mən başa düşdüm ki, bunların hamısının beynində əslində bir inanc var. Qaynana yaxşı ola bilməz. Belə deyim icazənizlə. Ümumiyyətlə mən ümumiləşdirməyi doğru hesab etmirəm heç bir məsələ ilə bağlı. Çünki bizim bir məsələni bir şəxs və yaxud situasiya ilə bağlı ümumiləşdirməmiz bizim o məsələ ilə bağlı dərinləşmədiyimizi, özümüzü dərk etmədiyimizi yenə də ona qayıdır. Hər şey özünü dərklə başlayır həyatda. Özünü dərklə dəyişirik biz.